Son vaxtlar uşaqlar arasında su çiçəyi xəstəliyi geniş yayılıb. Yoluxma hallarının xüsusilə məktəb və bağçalarda artdığı bildirilir. Həkimlər deyirlər ki, xəstəliyin yayılması yaz aylarında daha da sürətlənir. Uşaqlarda, xüsusən də yaz aylarında və qışın son aylarında su çiçəyinin görülmə sıxlığı daha çox artır. Bu periodik olaraq belədir. Amma niyə məhz bu il daha çox su çiçəyilə rastlaşırıq? Bunun əsas səbəbi təbii ki, valideynlərin uşaqlarını peyvəndlərdən imtina etməsidir. Pediatrın sözlərinə görə səpkilər yaranmamışdan 1-2 gün öncədən səpkilər qabıqlanana qədərki mərhələ yoluxucu dövr sayılır. Və bu dövrdə mütləq şəkildə karantində olmalı, ev şəraitində və yaxud da infeksion xəstəxanada olmalıdır. Və nə zaman xəstəxana şəraitində yatızdırıla bilər? Təbii ki, backgroundunda ağır immun defisiti olanlar, onkoloji xəstəliyi olanlar və yaxud da ki, yanaşı başqa bir xəstəliyi olanlar, ağırlaşma verərək ciddi dəri infeksiyalar keçirən uşaqlarda mütləq şəkildə xəstəxana şəraitində qalaraq infeksion xəstəxanada müalicə almalıdır. Həkimlər bildirirlər ki, xəstə uşaqların kollektiv mühitə göndərilməsi virusun daha sürətli yayılmasına səbəb olur. Xüsusilə immun sistemi zəif olan uşaqlar üçün bu xəstəlik ciddi risk yarada bilər. Düşünün ki, bir uşağın məktəbə getdiyi zaman onun ətrafında olan uşaqlarda hansı xəstəliyin olduğunu bilmirik. Bəlkə hansısa bir sinif yoldaşında, parta yoldaşında və ya da bağça yoldaşında uşaqda ciddi immun sistemi zəif edən problemlər var. Uşaqda astma var və bu uşaqlar su çiçəyi varsa artıq bu zaman ciddi şəkildə ağır yedə bilər ki. Mütəxəssislər valideynlərə uşaqlarda hərarət və səpkilər olan zaman vaxt itirmədən həkimə müraciət etməyi məsləhət görürlər. Məktəb və bağçalarda gigiyena qaydalarına əməl olunması, otaqların havalandırılması və dezinfeksiya tədbirlərinin aparılması da vacib hesab olunur. Maya Sabir qızı Anar Ağazadə, İTV Xəbər.